Natural üslü qüvvət, əbov, əkobun tapılmasına aid ümumiləşdirici tapşırıqlar. Burada yazıb boş xanaya uyğun ədədi müəyyən edin. Yəni 32, 2 üstü neçədir? Əgər tapa bilməsəz, 32-ni sadə qruplarına ayırırsınız. 2-yə 16, 2, 8, 2, 4, 2-yə 2, 2-yə 1. 1, 2, 3, 4, 5 dənə. Deməli 2 üstü 5. Eyni qayda ilə 729-u yəni ayırarsınız vurğulara və ya 27-ni 27-yə vurub baxarıq. Yəni 2 dəfə özünü vurub baxarıq. Əgər 27 vur 27 729 verirsə, deməli bu 27-nin kvadratıymış. Və ya da vurğularına ayırmaqla 729. Burada isə 27-nin kvadratını yoxlamaq daha rahat olacaq. Yəni vurğularına ayırmaqdansa. Və ya 729 3-ə bölünəcək. Bu oldu 243. 243 3'e bölünür 81, 3'e bölünür 27, 3'e bölünür 9, 3'e 3, 3'e 1. Şimdi biz 27 olması için bunu 3 qruplaşdıraq. Bu 27 oldu. Bu 3 dənəsi də 27 olur. Ona göre olur 27'nin kvadratı. 1024'ü yine sadə vurğularına ayırıb bax bu şəkildə tapa bilərik. Ama ayırmadan da 4 üstü 1, 4 üstü 2 bak bu şekilde yoxlayarsınız. 4 üstü 4 olmayacaq. 4 üstü 5. Deməli burada 5 dəfə olur. 4 üstü 5 və ya da 1024'ü sadə vurğularına ayıraram. 1024'ü 2'ye bölürük 512. 2'ye bölürük 256. 2'ye 128. 128, 2'ye 64, 2'ye 32, 2'ye 16, 2'ye 8, 2'ye 4, 2'ye 2, 2'ye 1. Şimdi bize 4 lazımdır diye 2 2 qruplaşdıraq. 1, 2, 3, 4, 5. Gördünüz, yəni 5 dənə 4'ümüz var. 125, 5 üstü 3'dür. 7776. Burada da 5 dəfə olacaq. 6 üstü 5. İkidə müqayisə edin. Əvvəlcə qiymətlərini hesablamalıyıq. 6'nın kubu. Yəni 6 vurulsun. 6'nı 3 dəfə öz-özünə vurmaqdır. 6 vur, 6 vur, 6. 216. 216. 5 üstü 4 isə 625 olacaq. 625 deməli 5 üstü 4 daha böyükdür. 9'un kvadratı 81, yəni 9 vur 9'dur. 3 üstü 4. 3'ü 4 dəfə öz-özünə vurduq. Bu da 81 olur. Bunlar bərabər oldu. 5 üstü 4 625. 25'in kvadratı da 625. Yenə bərabər oldular. 10 üstü 3 1000, yəni 13 dəfə öz-özünə vururuq. 31'in də kvadratı isə 961, deməli 10 üstü 3 daha böyükdür. 2 üstü 7 128, 7'nin kubu isə 343 olur. Deməli 7'nin kubu daha böyükdür. 8'in kubu 512, 3 üstü 6 isə 729. Yani 723 üstü 6 daha büyüktür. Boş xanaya uyğun ədədi tapın. 1 üstə gəl, 4 üstə gəl, 8 üzərinə gəl, 16, 32, 64. Bunlar elədi 125. 125 də 5'in kubudur. Burada 27 üzərinə gəl, 64 üzərinə gəl, 125. 27, 64, 125, 216 oldu. 216 da 6'nın kubudur. Yani burada 6. Burada 2 üstü 6, 64, 3 üstü 5, 243, 6'nın kvadratı ise 36.
Yəni 243, 36, burada 64, 343 eləyir. Bu isə 7-nin kubu deməkdir. Yenə deyirəm, əgər tapa bilməyəndə ki, nəyin kubudur, bax 343-ü sadə vuruqlarına ayırarıq. 343 3-ə bölünməyəcək. Növbəti sadə ədədimiz 5 bölünmür. Növbəti 7. 343-ü bölürük 7-yə. 49. 49 7-yə. 7 7-yə. Bir gördünüz 3 dənə 7 var. 7-nin kubu. 4-də ifadənin qiymətini tapın. 2 üstü 4 16 vurulsun 9. 144. B'də 10.000 bölünsün 5'in kubu da 125. 80. 3 üstü 4 81. Üzerine 6'nın kubu da 216. 297. 7'nin kubu 343 minus 2 üstü 5'te 32. Bu 311. 3 üstü 5 243 minus 32 minus 1. Bu 210 oldu. Mötərizənin içərisi 213'e böldük. 70. 70'in de üstə 1 gəldik. 71. 6'nın kubu 216. Üzerine 6'nın kvadratı 36. Bu elədi 252. İndi 252'ni bölürük 6'ya. 42. 42. 42'den də çıxırıq 25'i. Bax, bu bərabər yaza getmə qayda doğru deyil. Yəni siz aşağıdan yazarsınız. Yer olmadığı üçün belə yazdım. 42'den də 25'ini çıxarıq. Qaldı 17. 9'un kvadratı 81. 81'den 1 çıxdıq 80. 80'in kvadratı da 6400. Bunu da böldük 1000'e. Hər ikisindən 2 sıfırı sildik. 64'ü 10'a böldük. 6 tam onda 4. Ondan da 2 tam onda 4'ü çıxdıq 4. 1000'i bölürük 8'e. 125. Bu 125 elədi. 125'i 25'e böləndə 5 dəfə 5 üzerine gel. Bu da 2 tam onda 5'dir. 7 tam onda 5. Yani bunda cevabı 7 tam onda 5. Ədədlərin sadə vuruqla ayrılışını 2 üsulla yazın. Elə bildiyiniz bir üsulla yazsanız kifayətdir. Yəni 2 üsulla necədir? Yəni 20'ni bir bu xətt üsulla 2'yə, 10, 2'yə, 5, 5'ə, 1 veya da 20'ni bildiğimiz vuruqlar 4 ve 5 kimi yazaram. 4'ü də 2 vur 2 yazarıq. 2 vur 2 vur 5. 32 yazarım. 16 vurulsun 2. 16 da 2 üstü 4'tü vurulsun 2. Yani 2 üstü 5 oldu. 40'ı yazarıq. 8 vurulsun 5. 8 de 2 üstü 3 vurulsun 5. 75'i 25 vurulsun 3. O da 5 üstü 2 vurulsun 3. 120'ni 12 vurulsun 10 yazarıq. 12 ise 4 vur 3'tü. Yani 2 üstü 2 vurulsun 3. 10 da 2 vurulsun 5. Demek bizden 2'den oldu. 2 üstü 3 vurulsun 3 vurulsun 5. 135 5 vurulsun 27'dir. Yani 5 vurulsun 3 üstü 3. 280'i 28 vurulsun 10 yazarıq. 28'i 7 vurulsun 4. Onu da 2 vurulsun 5 kimi. Onda bu 2 üstü 3'tür, 5'tir, bir de 7'dir.
Yəni bir üsul bu, bir üsulumuz da bu xətti bölməklə yerinə yetirər. 6-cıda hasilləri neçə sıfırla qurtardığını, biz burada 2 və 5-lərin hasilini tapmalıyıq ki, neçə dənə 2 və 5-lər var. 2 və 5 10 eləyir deyə, yəni bax burada bir dənə 2 və 5 var deyə bu 1 sıfırla qurtaracaq. Burada da 2 və 5 bir dənədir deyə 1 sıfırla bitəcək. Burada isə 1, 2 və 5-imiz bu, 1, 2 və 5-imiz bu, 2 dənə 2, 5 var deyə 2 sıfırla bitəcək. Burada 1 sıfır bunda, 2 və 5 bir dənə, 1 sıfır da bunun deyə 2 sıfır. Burada isə yazaram. 2 vurulsun, 4'ü də 2 vur 2 yazarıq. 125'i 5 vur 5 vur 5, bu da 7. 2 və 5 1 cüt, 2 və 5 2 cüt, 2 və 5 3 cüt. Deməli bu 3 sıfırla bitəcək. Yəni 2 və 5-lərin hasilindən neçə dənə cüt varsa, o qədər də sıfır olur. 7. Hasilin bütün bölənlərini tapın. Hasilin neçə müxtəlif böləni olduğunu müəyyən edin. A variantında bütün bölənlərini tapmalıyıq. 5 vurulsun 11. Bütün ədədlərin bölənləri 1 olur. Təklikdə bu vuruq 5 olacaq, 11 olacaq. Bir də ədədin özü, yəni 5-i 11-ə vurduq, 55. Hasilin neçə müxtəlif böləni var? 4 dənə. B-də 3 vurulsun 10. Bunu yazaram. 3 vurulsun 2 vurulsun 5. 2 vurulsun 5. Burada bunun bölənləri 2 özü olacaq, 3 olacaq, 5 olacaq. Bir də bunları cüt-cüt hasilləri. 3 ilə 2 6, 3 ilə 5 15, 2 ilə 5 10 və bunların üçünün bir-birinə hasili 30. Bəli, həqiqətən də 30-un bölənləri və 1 də mütləq yazırıq. Hər bir ədədin böləni 1 də olur. 1, 2, 3, 5-ə, 6-ya, 10-a, 15-ə və 30-a. Burada deyir ki, hasilin neçə müxtəlif böləni? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8 dənə müxtəlif böləni var. C-də 2 vurulsun 6 bərabər. 2 vurulsun 2 vurulsun 3 yazarıq. Bunun bölənləri 1, 2, 3. Sonra cüt-cüt götürək. 2, 2-yə 4. 2-ni 3-ə 6. Bir də bunun özü 12. Bəli, 12-nin bölənləri də bunlarda 6 dənə müxtəlif böləni var. D-də 5 vurulsun 13 vurulsun 3. Deməli 1, 3, 5, 13. Sonra bunları cüt-cüt yazaq. 3 vur 13, 39. 3 vur 5, 15. Onda bu aralığa yazaq bu 15'i. 15'i yazım sonra 39. 15, 39. 13 vur 5, 65. Və bir də bunun hamısını bir-birinə vurmalıyıq. Yəni 15 vurulsun 13, 195. Bu da 195'in bölənləri 2, 4, 6, 8 dənə müxtəlif böləni var. D-yə 2 vurulsun 33 bərabərdir. 2 vurulsun 3 vurulsun 11. Onda 1, 2, 3, sonra 11 və ondan əvvəl 6 da var. Cüt-cüt götürəndə 6, 11, 2 ilə 11, 22, 3 ilə 11, 33 və növbəti bunların da özlərini 66. 2, 4, 6, bunda 8 dənə bölən oldu. F-də 3 vurulsun 55. 3 vurulsun 5 vurulsun 11. 1, 3, 5, 11. Sonra cüt-cüt götürürük. 3 vur 5, 15. 3 vur 11, 33. 5 vur 11, 55. Və bir də bunların özlərinin 15 vurulsun 11, 165.
2, 4, 6, 8. Bunda 8 dənə bölən oldu. F'də G variantında 4 vurulsun 6. Bunda yazaram 2 vurulsun 2, 2 vurulsun 3. Deməli 1 olacaq. 2, 3, sonra 2 vur 2, 4, 2 vur 3, 6, sonra 3'ünü götürəcəm. 4, 3, 12, 12 və bir də ədədin özü, bu da oldu 24. Burada bir cütümüz qaldı, 2, 2, 2, bu 8 qaldı. 8, 12, 24, 2, 4, 6, 8. Bunda 8 dənə bölən oldu. 8'də ədəd sadə vuruqlara ayrılmışdır. İlk öncə biz 240'ı sadə vuruqlarla ayıraq. 240, 2'yə, 120, 2'yə, 60, 2'yə, 30, 2'yə, 15, 3'ə, 5, 5'ə, 1. Deməli 240 bərabərdir 1, 2, 3, 4 dənə. 2 üstü 4 vurulsun 3 vurulsun 5. Bizə isə verib 2 üstü A, 3 üstü 1, B üstü 1. Deməli A 4'dür. B isə 5'dir. A 4, B 5. Bu A variantı. B variantında yenə 340'ı sadə vuruqlarına ayıraq. 170, 2'yə, 60. Bu da 85, 85, 5'ə, 17, 17'yə 1. Deməli 340'ın sadə vuruqlara ayrılışı 2 üstü 2 vurulsun 5 vurulsun 17. Bizə isə verib A üstü 2, 5 üstü 1, 17 üstü 1. Deməli A 2'dir. Bu da 17 üstü 1 yazarıq da. B də bərabərdir 1'ə. C variantında 280'i sadə vuruqlarına ayıraq. 2'yə 140, 2'yə 70, 2'yə 35, 5'ə 7, 7'yə 1. Yəni 280 bərabərdir 2 üstü 3 vurulsun 5 vurulsun 7. Burada isə verib 2 üstü A, B üstü 1, 7 üstü C. Yəni bunlarla uyğunlaşdırmalıyıq da. 2 üstü A, bu isə 2 üstü 3'dür. Deməli A bərabərdir 3. Bu da yəni 5 üstü 1'dir. Üstündə isə yazılmayıbsa 1 deməkdir də. B bərabərdir 5'ə, C isə bərabərdir 1'ə. D variantında isə D'dən 480, 2'yə, 240, 2'yə, 120, 2'yə, 60, 2'yə, 30, 2'yə, 15, 3'ə, 5, 5'ə, 1. Yəni 480 bərabərdir 2, 1, 2, 3, 4, 5. 2 üstü 5 vurulsun 3 vurulsun 5'ə. Buradansa yazıb A üstü 5 vurulsun 3 üstü B vurulsun C üstü 1. Yəni A bərabərdir 2'yə, B bərabərdir bu 3 üstü 1 deməkdir 1'ə, C isə bərabərdir bu da 5 üstü 1, C də 5'dir. Yəni bunlarla eyni sadə vuruqlarına ayrıldıqlarımızı uyğunlaşdırmalıyıq da. Bax 2 üstü 5, A üstü 5 deməli A 2 imiş. 3 üstü 1, 3 üstü B, B 1'dir. 5 üstü 1, C üstü 1, C 5'dir. 9. Artıq əbobun, əkobun tapılması qaydasını bilirik. Yenə də yazaq yaxşı. 45, 72. 45'i sadə vuruqlarına ayrı. Birini göstərəcəm, hərəsinə aid bir nümunə. Əbobda, əkobuda. 45, 3'ə, 15, 3'ə, 5, 5'ə, 1. 72, 2'yə, 36, 2'yə, 18, 2'yə, 9, 3'ə, 3, 3'ə, 1. Hər ikisində ortaq olan 3, 3, 3, 3. Deməli, əbob 45, 72 bərabərdir
3 vurulsun 3-ə, yəni 9-a. Əkov 24 32-də 24 2-yə 12 2-yə 6 2-yə 3 3-ə 1 32 2-yə 16 2-yə 8 2-yə 4 2-yə 2 2-yə 1 2 2 2 2 2 2 başqa yoxdur. Böyük ədədi kiçikdə olmayana vururduq. Bu da 96. Bu da bərabərdir 96-ya. Digərlərinin cavabını da birbaşa yazacağım. 32 48-in əbobu 16. 48 80-in isə əkobunu tapmalıyıq. 48 80-in əkobu 240. 42 98-in 42 98-in əbobu 14. 32 48-in əkobu 96. İndi burada 3 ədəddir. Bu 3 ədədləri gəlin izah edeyim. Deməli, A variantında baxın 108 54-ə bölünür. Deməli, bax bu ikisini rahat olsun deyə. Deməli, bunlar üçün əbob 54. İkisi üçün əbob tapırıq. Sonra yerdə qaldı 36 ilə 54. 36 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. 54 2-yə 27, 3-ə 9, 3-ə 3, 3-ə 1. Burada 2, 2, 3, 3, 3, 3. Əbob tapanda sadəcə birindəkini vururduq. 2 vurulsun, 3 vurulsun, 3, altında 3-ə 18. Deməli, bu üçü üçün əbob oldu 18. İndi əkob üçünə. Bax, tez gördüyümüz 60 ilə 30-u tapa bilərik. Çünki bir ədəd digərinə bölünürdüsə, əkob böyük idi. 60 ilə 30-a tapdıq, 60. Deməli, biz 60 ilə 45-i tapsaq, hər ikisi üçün əkob tapmış olarıq. 60 sadə vurğularını ayırdıq. 2, 32, 15, 3-ə 5, 5-ə 1. 45, 3-ə 15, 3-ə 5, 5-ə 1. Hər ikisi üçün 3, 3, 5, 5. Böyük ədədi 60-ı vururduq. Kiçikdə qeyd etmədiyimizə bu da oldu 180. Yəni bunda üçündəki 180 oldu. Uyğun ədədlərə bir neçə nümunə göstərin. Əbobu 20 olan 2 ədəd. Əbobu 20 olsun deyə 20-dən böyükləri götürə bilərik. 20-yə bölünən 20, 40, 20, 60, 20, 80 və ya 20 olsun 40, 60, 20-yə bölünən ədədləri götürə bilərik. Əbobu 45 olan 3 ədəd. Əbobu 45 olsun deyə 45-in bölünən 3-dən ədəd götürməli. Onların içərisində də 45, 90, 135 və s. nümunələr göstərə bilərsiniz özünüz. Əkobu 24 olan 3 ədəd, məsələn 6, 8, 12, 24 bunların hər üçünə bölünür, həm də ən kiçiyidir.